Hazırda Əmək Məcəlləsinə edilən 2026-cı il dəyişiklikləri minimum əmək haqqına baxılmasını illik qaydaya salır. Yəni bundan sonra qanunla hər il ən azı bir dəfə minimum əmək haqqının məbləğinə rəsmi şəkildə yenidən baxılması təmin olunacaq. Bu baxımdan bu il baxışın olması mümkündür. Çünki artıq belə bir hüquqi mexanizm yaradılıb. Publika az xəbər verir ki, bu sözləri Axaraza açıqlamasında iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli minimum əmək haqqının mümkün artım perspektivləri haqqında danışarkən deyib. Ekspert bildirib ki, artım qərarı bir neçə iqtisadi göstərici nəzərə alınmaqla müəyyənləşdirilir. Bu göstəricilər sırasında inflyasiya səviyyəsi, dövlət büdcəsinin gəlirləri və xərcləri, ölkədə yaşayış minimumu və istehlak səbətinin dəyəri, həmçinin orta əmək haqqının səviyyəsi yer alır. Məsələn, pensiyaların indeksləşdirilməsi zamanı inflyasiya və orta əmək haqqının artımı əsas götürülür ki, bu meyarlar minimum əmək haqqının artırılması zamanı da nəzərə alına bilər. Akif Nəsirli vurğulayıb ki, rəsmi olaraq bu il üçün konkret artım faizi və ya məbləği ilə bağlı proqnoz açıqlanmayıb. 2026-cı il üzrə rəqəmlər hələ təsdiqlənməyib və ya müzakirə mərhələsindədir. Buna görə də artımın miqdarı yalnız müvafiq qərardan sonra dəqiqləşəcək. Bəzi müstəqil ekspertlər və media şərhlərində 10% civarında artım ehtimalı qeyd olunsa da, bunlar rəsmi proqnoz hesab edilmir. Minimum əmək haqqı sonuncu dəfə ötən ilin əvvəlində artırılıb və ənənəyə görə hökumət bu göstəricini təxminən 2 ildən bir artırır. Bu dəfə də ilin sonuna yaxın minimum əmək haqqının təxminən 50 manat artırılması ehtimalı var ki, bu da həm qanunun tələblərinə əməl olunmasını təmin edə, həm də əvvəlki praktikanın davamı kimi qiymətləndirilə bilər. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.